İbranilərə məktub 13-cü fəsil. Öyüd nəsihətlər. Aranızda daimi qardaşlıq sevgisi olsun. Qonaqpərvər olmağı da unutmayın. Çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər. Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz. Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə eləyəcək. Həyatınız pulpərəstlikdən azad olsun. Nəyiniz varsa ona qane olun. Çünki Allah özü demişdi. Səni heç vaxt atmaram, səni heç vaxt tərk eləmərəm. Buna görə biz arxayınlıqla deyirik. Rəbb mənə yardım eləyəndir, heç qorxmaram. İnsan mənə neyniyə bilər? Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün. İsa Məsih dünən, bugün və əbədi olaraq eynidir. Müxtəlif və yad təlimlərlə yoldan azmayın. Çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə yaxşıdır. Bu cür yemək qaydalarına riayət eləyənlər bir xeyir görmədilər. Bizim bir qurbangahımız var ki, İbadət çadırında xidmət eləyənlərin ondan yeməyə icazəsi yoxdur. Çünki baş şahin günah qurbanı olan heyvanların qanını müqəddəs yerə gətirir. Cəsədləri isə düşərgənin kənarında yandırılır. Bunun kimi İsa da öz qanı ilə xalqı təqdis eləmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. Buna görə onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb onun yanına gedək. Çünki burada daimi şəhərimiz yoxdur. Amma biz gələcək şəhəri axtarırıq. Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni onun adını iqrar eləyənlərin dilinin bəhrəsi olan sözləri təqdim eləyək. Xeyirxahlıq eləməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın. Çünki Allah bu cür qurbanlardan razı qalır. Öz rəhbərlərinizə itayətli olun və onlara tabe olun. Axı onlar hər vaxt canınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə eləsinlər, ahzarla eləməsinlər, çünki bu sizə fayda verməz. Bizim üçün dua eləyin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq. Yanınıza tez qayıtmağım üçün dua eləmənizi xüsusən xahiş eləyirəm. Sülh qaynağı olan Allah, qoyunların böyük çobanı olan Rəbbimiz İsa'nı əbədi əhdin qanı ilə ölülər arasından dirildən Allah, sizi hər cür yaxşı şeylə təmin eləsin ki, İsa Məsih vasitəsilə özünə xoş olanı bizdə icra eləsin və siz onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun. Amin. Qardaşlar, sizdən xahiş eləyirəm, bu öyüd nəsihət sözünü dözümlə qəbul eləyin. Çünki sizə qısaca yazdım. Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdı. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm. Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər. Hamınıza lütf olsun.